Dostlar, bugün sizə ən dadlı glazok pişirməyi öyrədəcəm. Bu adi glazok deyil, bu dünyada ən dadlısıdır. Sonracan baxın, videonu bəyənin. Bundan ötürü bizə təqribi 40 qram quyruq lazım olacaq. Nəzik-nəzik doğrayırıq. Sonra onu tam qızarana qədər əridirik ki, yağı çıxsın, təmiz. Ondan sonra kənd yumurtalarını aldıqdan sonra yuyub və qurulayırıq. Və bundan sonra o dünyanın ən dadlı glazok adını alması üçün bəzi incə məqamlara riayət etmək lazımdır. Onlardan biri də Naxçıvan duzunun olmasıdır. Sonra sarı kök. O da təbii ki, yaxşısı olmalıdır. Və təbii ki, qara stiot, o da ən bahalısı. Və təbii ki, bu quyruqdan bizim təzyiqimiz qalxmasın deyə sumaq əlavə edirik. Amma sumaq istər bu yeməyə, istərsə də bütün yeməklərə çalışın. Yaxşısını alın, bahalısını alın. Nəzərinizə çatdırım ki, təbii sumağın kilosu 30-35-40 manat olmalıdır. Dostlar, glazokumuz hazırdır. Baxın ki, sarısı tam pişmiş olmasın və beləliklə sizdə çox güclü, çox dadlı bir glazok olacaq. Və budur dostlar, bu mənim öz kəşfimdir. Yaxşı təklifiniz varsa yazın, kommentləri oxuyacağım. Çox maraqlıdır ki, nə artıq hesab edirsiniz, nə isə də əksik. Biz bu gözəl yeməyi qusarına içirəsən, təbii pomidor şirəsi ilə içəcəyik, yeyəcəyik. Təbii pomidor şirəsi, şəkərsiz, çox dadlı və xeyirli. Bismillah.